Hər kəsə salam, hörmətli müəllimlər. Bildiyiniz kimi mənim artıq sınaqlar qrupum sertifikasiya üzrə, sertifikasiya üzrə sınaqlar qrupum aktivdir. Və hal-hazırda sertifikasiya ümumi sınaq 5-in izahını verirəm və bu sınaq sırf 10-cu sinif dərsliyini əhatə edir. 10-cu sinifdə olan, hansı ki orada 10-cu və 11-ci sinif kitablarında, hörmətli müəllimlər, bilirsiniz ki, elə bölmələr var ki, onlar topluda yoxdur. Dərslikdə var və sertifikasiyaya düşmə ehtimalı daha böyük olan bölmələrin suallarını seçib atmışam. Qoşulmaq üçün mənim WhatsApp nömrəmə yaza bilərsiniz. WhatsApp nömrəmi açıqlama bölməsində və yaxud da şərh bölməsində yazmışam, oradan götürə bilərsiniz. Gəlin başlayaq biz izahımıza. Sertifikasiya üsü sınaq 5, 10-cu sinif dərsi əsasında sınağımızı başladaq. Aha. Başlayaq birinci sualda izahımıza. Hissəsi verilmiş funksiyanın qiymətlərini arqumentin verilən qiymətlərində hesablayın. Gəlin baxaq. Arqumentin verilən qiymətlərini hesablayın deyir. Birinci sualın izahına başlayaq. Deməli, hissəsi verilmiş funksiya. Deməli, əgər bizə x bərabərdir 1,5 qiyməti veribsə, 1,5 qiyməti 4-dən kiçik olduğuna görə fx bərabərdir 2x minus 3 qiymətində, yəni funksiyasında x bərabərdir 1,5 qiymətini yerinə qoyub hesablamalıyıq. F 1,5 bərabər 2 vurulsun 1,5 minus 3. 3 minus 3 bərabər 0. Doğru cavab olur 1 A variantı. İkinci sual, sual nömrə 2. Fx veribdir, bizə nə soruşur? Baxın müəllimlər, f, h, r, 1-i soruşur. Deməli, mən ilk öncə r1-i tapmalıyam. R1 funksiyası 2 vurulsun 2x kvadrat minus 1 değil mi? 2 vuraq 1'in kvadrat minus 1 bərabər 1. R1 oldu 1. Düzdür. Deməli, bu silinir yerinə nə yazılır? 1 yazılır. Deməli, bu dəfə H1 tapmalıyam, qiymətini tapmalıyam. H1 bərabər x kvadrat plus 1 olduğuna görə 1'in kvadrat plus 1 bərabər 2. H1'i silirəm, yerinə nə yazıram? 2 yazıram. Yəni, mən bu dəfə F2'ni tapmalıyam. 4 vurulsun 2, 4 vurulsun 2 bərabər 8. Doğru cavab olur 2. Hansı variant? D variantı. Davam edelim növbəti sual. Davam edelim növbəti sual. Növbəti 3-cü sual. Deməli, F2-ni soruşur bizdən. Gəlin baxaq. Görək necə alırıq, necə tapırıq. F x bərabər x vurulsun fx minus 1 plus 2 olduğu məlumdursa, F2-ni tapın. Əgər mən x-ə 0 qiyməti versəm, F0 bərabər 0 vurulsun f mənfi 1 plus 2 bu 0-a getdi bərabər 2. F0 oldu 2. X-ə 1 qiyməti versəm, F1 bərabərdir 1 vurulsun F0 üstə gələk 2 o da bərabər 1 vuraq 2 plus 2 bərabərdir 4. X-ə 2 qiyməti versəm, F2 bərabərdir 2 vurulsun F1 plus 2. 2 vur 4 plus 2 bərabər 10. Doğru cavab olur 3C variantı. Davam edelim növbəti 4-cü sual. Sual nömrə 4. AB parçasının A ucundan alfa müstəvisi keçirilmişdir. Bunu belə bu şekilde qeyd edək. Aha, keçirilmiştir. C1. A, B, B1, C, C1. İndi baxaq. AC-nin BC olan nisbəti 3K, 2K. Düzdür. BB1'in uzunluğu 10'dursa C1'in uzunluğunu soruşur. O zaman qaydaya görə 3K'nın ümumi 5K olan nisbət bərabərdir. X'in 10 olan nisbəti. K'lar getdi. 5X bərabərdir. 30, X də bərabər 6. Doğru cavab olur. Deməli, bu neçənci sualdır? Nömrəsini itirdim. 4-cü sual cavabı B variantı. Sual nömrə 5. 5-ci sual. Deməli, biz burada nəyə baxmalıyıq, hörmətli müəllimlər? Baxmalıyıq burada əmələ gələn düzbucaqlı üçbucaqlara. Baxın, 17, 15 isə Pifagora görə bura olacaq 8. 8, 10-dursa onda x bərabər olacaq 6. Doğru cavab olur 5Y variantı. 6-cı sual. Müstəvidən A məsafədə olan A nöqtəsindən, deməli, nömrə 6. Bu mənim müstəvim. 2 dənə maya çəkilib, biri 45 dərəcə, biri 30 dərəcəli bucaq əmələ gətirir. Məsələn, belə olsun. Bu olsun 45 dərəcə, məsafə A-dır. O zaman burada A olacaq, o zaman pipetonuz olacaq A kökdə 2. 30 dərəcə qarşısına bucaq 30 dərəcə bucaq qarşısına qayıt pipetonuzun yarısına bərabər. Oldu 2A. Bir-birlərlə 90 dərəcəli bucaq əmələ gətiriblərsə, onda bunlar arasında məsafəni tapmaq üçün Pifagor teoremindən istifadə edərəm. X bərabərdir 2A'nın kvadrat plus 4A'nın kvadrat bərabərdir A kökdə 6. Doğru cavab olur 6 B variantı.
Davam edən 7-ci sual. Sual nömrə 7. Tərəflərin deyir uzunluğu 6 ilə bərabər tərəfli üçbucağın. Bu mənim bərabər tərəfli üçbucağım olsun. Mərkəzindən tərəfin uzunluğu 6-dır. 3 sm uzunluqda perpendikulyar qaldırılmışdır. Perpendikulyar tam da gələcək nəyə düşəcək? Perpendikulyarın ucundan üçbucağın tərəfinə qədər məsafə soruşursa, tam da daxilə çəkilmiş çevrənin radiusunun üzərinə düşür. Baxın, tərəfə qədər məsafəni soruşur. Deməli, mən Kityerin düsturunu bilirəm ki, A kökdə 3 bölək 6-dır. A-nın yerinə 6 yazsam bərabər kökdə 3 olmuş oldu. Kökdə 3. Pifagora görə məsafəni tapa bilərəm. 9 plus 3 bərabər 12, yəni 12 2 kökdə 3. Doğru cavab olur 7B variantı. Davam edək 8-ci sual. Nömrə 8. Nə deyir? Verilən mərkəzi bucağa uyğun qövsün uzunluğunu və sektorun sahəsini tapın. Qövsün uzunluğu biz bilirik ki, L bərabər 2 pi R vurulsun alfa bölək 360 ilə hesablanır. 2 pi vurulsun R 30'du, alfa da 60 dərəcə. Pi bölək 60 demək. Bölək 360. Burada qaldı 6 bərabərdir 10 pi. Sektorun sahəsi S bərabərdir. Pi R kvadratı vurulsun alfa bölünsün 360 ilə hesablanır. Pi vuraq. R'in kvadratı 30 vuraq 30. Alfa 60 dərəcə bölünsün 360. Burada qaldı 6, burada qaldı 5. O da bərabərdir 150 pi. 10 pi 150 pi 8 doğru cevap oldu D variantı. 9-cu sual. Sual nömrə 9. Deməli, verilən mərkəz yox, bir dəqiqə 9. Radiusu 2, R bərabər 2 olan çevrə üzrə hərəkət edən cisim hər 20 saniyədə 5 metr yol gedirsə, onun cismin xətti sürətini və bucaq sürətini tapın. Mən bilirəm ki, bunun xətti sürətini tapmaq üçün V bərabər S bölək T ilə gedə bilərəm. Düzdürmü? Düzdür. S bölək T. Deməli, S-in yerinə yazaram 25, bağışlayın. T-də olacaq 20 bərabər 4'də 1. 4'də 1. Deməli, buradan mən tapdım V bərabər S bölək T ilə. İndi mən buradan tapmalıyam xətti sürətini. Xətti sürəti tapmaq üçün V deməli, bucaq sürətini daha doğrusu xətti sürət bərabərdir. R vurulsun bucaq sürəti omega. Buradan omega bərabərdir V bölünsün R. 4'də 1, R-də 2 olduğuna görə olacaq 8'də 1. Doğru cavab olur A variantı. Bax, bu düsturu heç bilirik. Əsas bu düsturu müəllimlər yadda saxlayır. Xətti sürət bərabərdir. R vurulsun bucaq sürətinə bərabər olmuş olur. Nömrə 10-cu sual. Görək nə deyir 10-cu sualda müəllimlər. Tangens alfa bərabər 2 olarsa, deməli, bizə deyir ki, burada ifadənin qiymətini tapın. Gəlin bu ifadənin hər tərəfini kosinus alfaya bölək. Kosinus alfaya bölsəm, sinus alfa bölək kosinus alfa olur tangens alfa. Üstə gələk 3 bölünsün 1. Tangens alfanın yerinə 2 yazsam, 2 üstə gələk 3 bölək 1 bərabər 5. Doğru cavab olur E variantı. Davam edən növbəti 11-ci sual. Tangens alfa plus kotangens alfa 2'də 5 olarsa kvadratlar cəmini soruşur. Neyiniyək? Hər tərəfi kvadratda yüksəldək. Plus kotangens alfa bərabər 2'də 5'dirsə, hər tərəfi kvadratda yüksəltsəm, olacaq tangens kvadrat alfa plus kotangens kvadrat alfa bərabərdir. Üstə gələk 2 tangens alfa kotangens alfa hasillər 1'ə bərabərdir 4'də. Yəni bu, əgər bu 2,5 ise 6,25. Buradan da tangens kvadrat alfa plus kotangens kvadratı alfa bərabərdir. 4,25 olmuş olur. Doğru cavab oldu 11C variantı. 12-ci sual. İki üçbucağın sinusları uyğun olaraq 25'də 7 və 5'də 4'dür. Deməli, belə yaza bilərəm. Sinus alfa bərabər 25'də 7'dirsə, hər ehtimal kosinus alfanı da yazın, birdən mənə lazım olar. Deməli, birdən çıxaram da 625'dən 49 çıxanda nə qalır? 6, 7, 5, 76, 25'də 24. Sonra sinus alfa bərabərdir 5'də 4'dürsə, kosinus alfa bərabər olacaq 5'də 3. Baxın belə. Üçbucağın 3-cü bucağın kosinusunu tapın. Mən bilirəm ki, üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir. Buradan alfa 3-cü bucağını tapsam, qamma bərabərdir 180. Alfa plus bettan tapa bilərəm, bərabərdir 180 minus qamma. Hər tərəfi kosinuslasam, kosinus 180 minus qamma bərabərdir kosinus alfa plus beta. Buradan mənfi kosinus qamma bərabərdir. Kosinus alfa plus bettanı tapıram. Yazaram ki, kosinus alfa kosinus beta minus sinus alfa sinus beta. O da bərabər. Kosinus alfanın qiyməti məlum. 25'də 24'ü vuraram 5'də 3'ə. 125'də 125'də. 24'ü 3'ə vursam 72 minus 125'də sinus alfanı bir-birinə vursam 28. O da bərabərdir
müsbət 125-də 44. Sadəcə qarşıda mənfi olduğuna görə mənfi olmalıdır. Ola bilsin burada mənfilər düşməyib 125-də 44 mənfi kimi götürək. Doğru cavabı, yəni burada olacaq C variantı. 13-cü sual. Sual 13. Tangens alfa plus beta bərabər -1, alfa minus beta 2-də 1 olarsa tangens 2 betanı tapın. Mən bu tangens 2 betanı yaza bilərəm ki, tangens alfa plus beta minus alfa minus beta üçün. Bax belə. Bunu açsam, tangens alfa plus beta minus tangens alfa minus beta bölünsün 1 plus tangens alfa plus beta vurulsun tangens alfa minus beta. Qiymətləri yerinə yazsam, -1 minus 2-də 1, 1 minus 1 vurulsun 2-də 1. O da bərabər -2-də 3 bölünsün 2-də 1. O da bərabər -3. 13 doğru cavab aldım. B variantı. Sual nömrə 14. Hasil şəklində göstərin. Göstərək. 14-cü sual. Deməli, bu 2-də 1-i yazaram ki, müəllimlər, sinus 30 dərəcə üstə gələk sinus alfa. O da bərabər 2 sinus 30 dərəcə üstə gələk alfa bölə 2 vurulsun kosinus 30 minus alfa bölə 2. Bu da doğru cavab olur 14A variantına. 15-ci sual. İfadənin deyil ən böyük və ən kiçik qiymətini tapın. Biz bilirik ki, bu tipdə ifadələrin qiymətlər çoxluğunu tapmaq üçün plus minus kökün altında A kvadrat plus B kvadratını istifadə etmək lazımdır. Əmsallar kvadratları cəmi 1 üstə gələk 3 bərabər müsbət -2. Yəni doğru cavab olur Y variantı. Sual nömrə 16. Baxaq nə deyir. Deyir ki, iki dişli çarxdan birinin radiosu 5,4, digərini isə 3-dür. Deməlidir ki, əgər kiçik çarx, yəni radiosu kiçik olan 16-cı sual 3 santimetrə 135 dərəcə dönürsə 5,4-də x dərəcə dönsün. Biz bilirik ki, dişli çarxın dönməsi böyük və kiçik dişli çarxısı tərs mütənasibdir. Qarşı-qarşıya vuraram. Vurulsun 135 bərabər 5,4 vuraq x. Burada qaldı 1,8 x də bərabərdir 75 dərəcə almış olur. Doğru cavab olur 16B variantı. Sual nömrə 17. Düz paralelipedin yan tili 5, oturacağı düz paraleleped. Bu bizim düz paralelepedimiz. Yan tili 5'tir. Aha, sonra nə verir bizə? Oturacağı deyir, tərəfləri 6 və 8, diagonallarından biri 12 olan paralelogramdır. Deməli, mən paralelogram üçün yaza bilərəm ki, D1'in kvadrat plus D2'nin kvadrat bərabər 2 vurulsun A kvadrat plus B kvadrat. Düzdür? 144 üstə gələk D1'in kvadrat bərabər 2 vurulsun 6'nın kvadratı plus 8'in kvadratı neçə eləyir? 36, 64, 100, 200. Buradan da D1'in kvadratı bərabər 200'dən çıxaram 144. Deməli 6, 56. Kök altında 56 almış olaram. D1 bərabər kök altında 56 olmuş oldu. D2 də bərabərdir 12. Paralelepedin diagonallarını soruşur bizdən. Paralelepedin özünün diagonalları baxın. Yan tili 5'dir. Özünün diagonalı neçə oldu? Özünün diagonalının biri neçədə? 12'dir. Onda Pifagora görə neçə olacaq bura? D1 bərabər 25 üstə gələk 144, 169, biri oldu 13. Digər diagonal kök altında 56 idisə, D2 bərabərdir. D2 bərabər kökün altında 56 üstə gələk 25, 81, 9. 13 və 9 doğru cavab olur Y variantı. Sual nömrə 18. Düz paralelepedin oturacağın tərəfləri 6 və 8. Tərəfləri 30 dərəcə olan bucaq əmələ gətirir. Tərəfləri 30 dərəcə bucaq əmələ gətirir. Aha. Yan tilinin 5 olduğunu bilərək paralelepedin tam səthinin sahəsini tapın. Tam səthin sahəsini tapmaq üçün birinci bu neçənci sual idi? 18-ci sual. Birinci mən bunun yan səthin sahəsini taparım. S-yan bərabərdir. P oturacaq vurulsun H düsturu ilə. Oturacağın perimetri 8, 6, 14, 28 vurulsun 5. O da bərabərdir 140. Bu dursun burada. Sonra mənə nə verir? Mən bunu bir də oturacağın sahəsini tapmalıyım. S oturacaq bərabərdir. A vurulsun, B vurulsun sinus alfa ilə hesablayarım. Sadəcə 2 dənə oturacaq olduğuna görə vuraram 2-yə. A vuraq B, 8 vuraq 6 vuraq sinus alfa, yəni sinus 30 dərəcə. 2-də 1 vuraq 2 bərabər 48. Cəmləsəm 140 üstə gələk 48 bərabər 188. Doğru cavab olur C variantı. Sual nömrə 19. Diagonallardan biri, diagonalları 8 və 5, hündürlüyü 2 olan düz prizmanın oturacağı romb. Bu bizim rombumuz. Diagonalları 8 və 5. 8 və 5-də D1'in kvadrat plus D2'nin kvadrat bərabər 4A kvadratlı yaza bilərəm. 64 üstə gələk 25 bərabər 4A'nın kvadratı. Aha, 89, 64, 25. Bəli. Bir dəqiqə. Düz prizmanın diagonalları deyil. Üzürlü sayın. Yəni rombun demir. Hündürlüyü 2'dir. Diagonalı neçədir?
8'dir. Bax, bura oldu 8. Onu digər diagonal tapa bilərəm. D1 bərabər kökün altında 64 minus 4 bərabər kökün altında 60. D2 bərabərdir. 8 olmasa neçə olsun? 5 olsun. 25 minus 4 bərabər kök altda 21. Mən tərəfi tapsam 60 üstə gələk. Hansı düsturla? D1'in kvadratı plus D2'in kvadratı bərabər 4A'nın kvadratı. Bu rombun diagonallarıdır. 60 üstə gələk 21 bərabər 4A'nın kvadratı. A da bərabər 9 bölü 2. Yəni 4,5. Yan səthin sahəsini tapın. Tərəf oldu 4,5. Yan səthin sahəsi biz bilirik ki, oturacağın perimetrini hündürlüğü vurmaq lazımdır. 4,5 vuraq 4 vuraq 2. O da bərabər 9 və 4'ün 36. Doğru cavab olur D variantı. Bax belə. Sual nömrə 20. 20-ci sual. Üçbucaqlı piramidanın yan tilləri deməli bizə verib ki 4, 6, 8 olub cüt-cüt perpendikulyardır. O zaman S bərabərdir. Həcmi soruşsaydı A vuraq B vuraq C bölü 6 yazardım. Yan səthin sahəsini soruşursa A vuraq B üstə gələk B vuraq C üstə gələk A vuraq C bölü 2 düsturla hesablanır. AB 6 dəfə 4'ün 24, 4 dəfə 8'in 32, 6 dəfə 8'in 48 bölü 2. 80, 80 üstünə 24 gəldi 104, 2'yə bölsəm 52. Doğru cavab olur E variantı. Davam edək, ifadənin qiymətini hesablayın. Burada nə iş görək? 21-ci sual. Belə yaza bilərik. Kosinus arc sinus 5'də 3 minus arc kosinus 13'də 12. O da bərabər. Buna bir alfa, buna bir beta kimi baxsaq. Təsəvvür edin mənimlə. Kosinus alfa minus beta düsturudur. Bu düstur kimi baxıram. O zaman kosinus arc sinus 5'də 3 vurulsun. Kosinus arc kosinus 13'də 12. Üstə gələk. Sinus arc sinus 5'də 3 vurulsun. Sinus arc kosinus 13'də 12'ye bərabərdir. Deməli, bu kosinuslar bir-birini apardı. Əgər sinusu 5'də 3'ə bərabərsə, hər hansı bir bucağı. Deməli, kosinusu nəyə bərabər olar? 5'də 4'ə. Vurulsun 13'də 12. Üstə gələk. Sinuslar bir-birini aparar. 5'də 3 vuraq. Arc kosinus 13'də 12'dirsə, sinus olacaq 13'də 5. O da bərabərdir. 65'də 48 üstə gələk 15. O da bərabərdir. 65'də 63. Doğru cavab olur C variantı. Nömrə 22. Tənlikləri həll edin. Edək. 22. Deməli, 2'yə bölsəm hər tərəfi sinus x üstə gələk pi bölünsün 3 bərabərdir. Kök altda 3 bölü 2. Buradan x üstə gələk pi bölünsün 3 bərabərdir. Mənfi 1'in üstü k. Kök altda 3 bölü 2'ni alır 60 dərəcə pi bölü 3 plus dövrü pi k. X də bərabər mənfi 1'in üstü k pi bölü 3 minus pi bölü 3 üstə gələk pi k. Doğru cavab olur E variantı. Həm də deyəsən bu C variantına da uyğundur. Yəni hər ikisi doğru sayılacaqdır. Nömrə 23. Görək nə deyil bizdə 23-cü sualda. Sinus pi x bölünsün x minus 1 bərabər 0. Təbii ki, burada x 1'dən fərqli olmalıdır. 0, 2 pi parçasında neçə kökü var? Gəlin baxaq. Buradan kəsrin 0'a bərabər olması üçün surət 0'a bərabər olmalıdır. Yəni 0'a bərabər yazıram. Buradan pi x bərabər 0 alır pi k'da. Pi'lər getdi. X də bərabərdir k. Bu şəkildə almış oldum. 0, 2 pi parçasında. Baxın indi 2 pi'nin qiyməti neçədir? 3 tam, məsəl üçün %14. 2'yə vuranda 6 tam %28. Düzdür. K da burada tam ədəddir. Mən istədiyim qiyməti verə bilərəm. Bax, x bərabər 0 verirəm. 1'i verə bilmirəm. 1 getdi. 2 alar, 3 alar, 4 olar, 5 olar, 6 olar. Neçə kök oldu? 1, 2, 3, 4, 5, 6 kök. Doğru cavab oldu B variantı. Bu dərslikdə olan sualdır müəllimlər. 24-cü sual. Düz prizmanın oturacağı kvadratdır. Onun yan tilinin uzunluğu oturacağın tərəfindən 3 dəfə böyükdür. Baxaq. Düz prizmanın oturacağı kvadratdır. Bu mənim düz prizmam olsun hər hansı bir. Oturacağı da kvadratdır. Aha. Yəni, mən bunun oturacağını A kimi qəbul etsəm, hündürlüyü olacaq 3 dəfə böyük. 3A. A. Aha. Tam səthin sahəsi 350. Tam səthin sahəsini tapmaq üçün S-yan, S tam bərabərdir S-yan. 4A vuraq 3A'dır S-yanı. Üstə gələk 2S oturacaq. 2 vuraq A kvadratı. Bərabərdir 350. 12 o da 2. 14. 14 A'nın kvadratı bərabərdir 350. A'nın kvadratı bərabərdir 25. A da bərabərdir 5. Prizmanın həcmini tapın. Deməli, oturacağın tərəfləri 5. Hündürlüyü oldu 15. Həcmi V bərabər A vuraq, B vuraq, C. S oturacaq vuraq hündürlük 25 vuraq 15 bərabərdir 375. Doğru cavab olur D variantı.
Nömrə 25-ci sual. Tənlikləri həll edin. Edək. Görək nə deyir. 2-nin üstü 4-ü yazaram. 2-nin üstü 4 vuraq 2-nin üstü 2. Yəni 16 vuraq 2 üstü 2. Üstə gələk. 4 vurulsun 2 üstü 2 bərabərdir. 5 vuraq 5-in üstü 2 plus 3 vuraq 5-in üstü 2 o şəklində olmuş olur. Deməli 20 vurulsun 2-in üstü 2 bərabərdir. 8 vuraq 5-in üstü 2. Hər tərəfi 4-ə bölsəm 5 2 qalır. Hər tərəfi 5 üstü 2-sə bölsəm 5 vuraq 2-nin üstü 2 bölünsün 5-in üstü 2 bərabər 2. Buradan 2 bölünsün 5-in üstü 2 bərabərdir. Elə 2 bölünsün 5-in üstü 1. İkisi də bərabərdir. 1 almış oluram. Doğru cavab oldu. B variantı. Nömrə 26. 26-cı sual. Həll edin. Hər tərəf 16 üstü 2-sə bölürəm. 4 vurulsun 16. 9 o bölünsün 16 üstü 2 plus 12 bölək 16-nın üstü 2 minus 3 bərabər 0. Yəni istəsəz 9 üstü 2-sə bölün, 12 üstü 2-sə bölün, istəsəz 16 üstü 2-sə bölün. Heç bir fərq yoxdur. Nəticədə eyni cavab alasınız. 4-də 3-ün üstündə 2 üstə gələk. 4-ə ixtisar aparsam 4-də 3-ün üstü 2 minus 3 bərabər 0. 4-də 3-ün üstü 2-si hər hansı bir t ilə əvəz etsək 4t kvadrat üstə gələk t minus 3 bərabər 0. D bərabərdir. 1 üstə gələk. Deməli 16 48 bərabər 49 ki bundan 7 çıxar. Buradan T1 bərabər -1 plus 7 bölək 8 bərabər 8-də 6 4-də 3. T2 bərabər -1. Üslü funksiya mənfi qiymət ala bilməz. 4-də 3-ün üstü ikisi nəyə bərabər edirəm? 4-də 3-ə ikisi də bərabər 1. Doğru cavab olur 26 B variantı. Sual nömrə bayaq da 1 aldım, eləmi? Sual nömrə 27. 26 1. İndi 27-yə baxaq. Maraqlı suallardan biridir. Tənliyi həll edin. Deməli, burada x fərqli olmalı 3-dən, bir də x fərqli olmalı 4-dən. Yəni, başqa bütün qiymətləri ala bilər. Modul x minus 4 əgər, deməli, hər hansı ədədin üstü 0 1-ə bərabərdir. Elə deyilmi? Ona görə qüvvəti 0-a bərabər edirəm. Qüvvət kəsr olduğuna görə 0-a bərabər olması üçün kəsrin sürəti 0-a bərabər olmalı. Vuruqlarına ayırsam x minus 4, x minus 7 bərabər 0, x bərabər 4, x bərabər 7. 4 ödəmir. Bir də müəllimlər, birinin üstü nə olursa olsun 1-ə bərabər olduğuna görə modul x minus 4-ü 1-ə bərabər edirəm. Bir dəfə x bərabərdir 5, bir dəfə x bərabər -1 alaram. Deməli, baxıram ki, yox, üzrlüsən. Bir dəfə də alaram ki, 3 alaram. Deməli, 3 qiymətini də ödəmir. 5 və 7 ödəyəcək. Doğru cavab olur A variantı. Nömrə 28. Sual nömrə 28. Tənliyin köklərinin sayını tapın. Loqaritma 28. Loqaritma 3 əsasdan x plus 2 bərabər 2 minus 2. Bu tipdə tənlikləri həll edən zaman baxın. Bir tərəf loqaritmik tənlik, digər tərəf xətti tənlikdir. Ona görə də qrafiklərini qurmağa çalışın müəllimlər. Məsələn, mən x-ə 1 verəndə bu oldu 1 qiymət alır. Məsələn deyirəm, x-ə 2 qiymət, yox 2 yox, məsələn 7 qiymət versəm bu olacaq 2. Təxmini, yəni şərt deyil qrafikin hamısını qurum, belə bir şey. Dursun burada. Sonra qara rənglə xətti funksiyanın qrafikini verirəm. X-ə 0 verəndə alıram 2. Düzdür. X-ə 1 verəndə alıram 1. Düzdürmü? Gəl buradan böyle keçir də o heç. Sonra, çünki mən bu ifadədə 0 verəndə, x-ə 0 verəndə loqaritma 3-dəki təqribən 0-dan nə qədərsə deməkdir. Bu elə bir funksiya gəlir buradan keçir. Belə bir şey. İndi mən xətti funksiyanın qiymətini verirəm. 0 verəndə oldu ki 1. Məsələn 2 verəndə 2 qiymət verəndə 0. Baxın. Neçə nöqtə kəsişir? 1 nöqtə kəsişir. Deməli bunların bir kökü var. Doğru cavab olur B variantı. Bax belə maraqlı bir sualdır həqiqətən. Davam edirik. Nömrə deməli neçə? 29-cu sual. Funksiyanın təyin oblasını tapın deyir. Kökaltı ifadə 9-da 63, 64, minus 8-də 3-ün üstündə 2x böyük bərabər olmalıdır 0-dan. 8-də 3-ün üstündə 2x kiçik bərabər olmalıdır 3-də 8-in üstü 2-dən. Bunlar deməli, baxın, mən də bunu yazıram. 8-də 3-ün üstü -2. Əsaslar 0 və 1 arasında olduğuna görə 2x böyük bərabər olacaq -2-dən. Bərabərçi işarəni dəyişir. X böyük bərabər -1. Cavabımız -1 müsbət sonsuzluq. Doğru cavab oldu A variantı. Davam edirik. Növbəti sual. Deməli, bərabərsizliyi həll edin. 30-cu sual. Sual nömrə 30. Deməli, mən burada nə edirəm? X kvadratlarını bir keçirərəm. X-in kvadratı vurulsun 3-ün üstü kəsi minus X-in kvadratı böyükdür. 9 vuraq 3-ün üstü kəsi minus 9. Buradan X kvadratını çıxarsam 3-ün üstü kəsi minus 1. Böyük 9-u çıxarsam 3-ün üstü kəsi minus 1-dən. Bir tərəfə keçirsəm 3'ün üstü x minus 1, x minus 3, x plus 3 böyükdür 0'dan. Sıfırları
Biri olur, məsəl üçün 0, biri 0'dır, -3, -3. İntervallara bölsək 4 qiymətində müsbət, mənfi bizə lazımdır. Müsbət aralıq -3-dən 0-a birləşir 3-dən müsbət sonsuzluq. Doğru cavab olur 30 E variantı. 31-ci sual. Üstü bərabərsizliyi həll edin deyir. Edək. Sual nömrə 31. 2'nin üstü x kvadratı minus 3x minus 6 böyük bərabər 2'nin üstü 4. Bunlar gedər. X'in kvadratı minus 3x minus 10 böyük bərabər 0. X minus 5, x plus 2 böyük bərabər 0. Sıfırlar -2, müsbət 5. 6 qiymət müsbət, mənfi, müsbət bizə lazımdır. Müsbət aralıq mənfi sonsuzluqdan -2, 5'dən müsbət sonsuzluğa. Doğru cavab olur 31 A variantı. Sual nömrə 32. Bərabərsizliyi həll edin. Baxın, burada nə var? Loqaritmanın əsası 0.3 olduğuna görə işarəni dəyişəcək. 0 ilə 1 arasında olduğuna görə 10x plus 3 böyükdür 7x minus 21 yazaram. Buradan 3x böyükdür. Deməli, -24, x də böyükdür -8-dən. -8-dən böyük olmalıdır. Əlavətən bitmədi. Olar. Loqaritmatik ifadələr biz bilirik ki, mənfi ola bilməz. 10x plus 3 0'dan böyük olmalıdır. 10x böyük olmalıdır. -3'dən x də böyük olmalıdır. -0.3'dən. Bir də 7x minus 21 0'dan böyük olmalıdır. X də böyük olmalıdır 3'dən. Deməli, həm 3'dən böyük olmalıdır. Həm -0.3'dən böyük olmalıdır. Həm də -8'dən böyük olmalıdır. Hər üçünün kəsişməsi gəlir düşəcək. Hara? 3'dən müsbət sonsuzluğa. Amma 3 qiymətini ala bilmir də. Burada elə bir mötərizələr səhv düşüb, fikir verin. Hamısı adi mötərizə olmalı. Bilmirəm sistem bunu niyə bu cürünə qəbul edib. Çünki baxın, müəllimlər, müsbət sonsuzluğun axış belə deyim, müsbət sonsuzluq baxın 3'dən müsbət sonsuzluq yazıb. Düzdür? Cavab da A variantı. Axı müsbət sonsuzluğun işarəsi belə deyil. Bu şəkildə olmalı. Doğru cavab olur 32 A variantı. 33-cü suala baxaq. Binomdan da artıq deyir ki, nə deyir? 33. X üstə gələk 1 bölü x üstü 8 ayrılışında x-dən asılı olmayan həddi tapın. Yəni mən bunu yazaram ki, kombinizon 8-dən n-ci hədd, x-in üstündə 8 minus n vuraq, x-in üstü -1'in üstü n bərabər x-dən asılı olmayan deyirsə x üstü 0. Yazaram ki, bunu deməli x-in üstündə 8 minus n minus n, yəni 8 minus 2n bərabər x-in üstü 0, n də bərabərdir 4. Düzdürmü? N bərabər 4 nə deməkdir? İndi baxın, gətirib yerinə yazsam. Kombinizon 8-dən 4. 8-dən 4 neçənci hədd də gəlir düşür. Hesablamağa ehtiyac yoxdur. Kombinizon 8-dən 0, 1. 8-dən 2. 8-dən 3. 8-dən 1 yaddan çıxdı. 1. Kombinizon 8-dən 2, 3. Kombinizon 8-dən 4. 1, 2, 3, 4, 5. 5-ci hədd, yəni 70. Yerinə qoysam 70 alaram. Artıq hesablamanı aparmıram. Doğru cavab olur D variantı. 34-cü sual. Sual nömrə 34. Binomial əmsalların cəmi 2 üstü n ilə hesablanır. Bərabər 16, n bərabər 4 olmuş olur. İkinci həddin əmsalı, yəni x plus 2'nin üstü 4'dür bu. Düzdürmü? İkinci hədd, bax, kombinizon 4'dən 0, 4'dən 1'ə gəlir düşür ikinci hədd. 4'dən 1, x'in üstündə 4 minus 1, 3 vurulsun 2'nin üstündə 1. O da bərabər 4 vurulsun, x'in kubu vuraq 2. Yəni 8x'in kubu. Bizə nə soruşur? İkinci həddin əmsalı 8. Doğru cavab olur C variantı. Bax belə. Sual nömrə 35. Baxaq 35-ci suala. Qəpik pul 10 dəfə atılmışdır. Ən az 8 dəfə xəritə pulun xəritə üzünün düşməsi hadisəsinin ehtimalı nə qədərdir? Gəlin baxaq. Bernoulli sınaqları görürəm mən. Yəni ki, ən az 8 dəfə düşsün. Kombinizon 10-dan 8, Bernoulli sınaqları 2'də 1'in üstü 10-dan 8 çıxıram 2, 2'də 1'in üstü 8 bərabərdir 1024'də 45. Sonra kombinizon 10-dan 9, 2'də 1'in üstü 1 vurulsun 2'də 1'in üstü 9 bərabərdir 1024'də deməli 10'dan 9 10 deməkdir. Bir də kombinizon 10'dan 10 düşə bilər. 2'də 1'in üstü 0 vurulsun 2'də 1'in üstü 10 bərabərdir 1024'də 1. Cəmləsəm 45, 55, 56. Ehtimalı 56 bölünsün 1024. 1024'də 56. 56 doğru cavab olacaq. 35 D variantı. 36-cı sual. Sual nömrə 36. Qutuda deyir 2 qırmızı, 3 ağ kürəcə 3 kürə var. Qutudan bir kürə təsadüfən götürülür və yenidən qutuya qaytarılır. Bu sınaq 3 dəfə təkrar aparılır. Birinci və ikinci dəfə çıxarılan kürənin ağ, üçüncü dəfə çıxarılan kürənin qırmızı olması hadisəsinin ehtimalını tapın. Deməli, birinci dəfə cəmi 5 dənə kürə varsa, birinci dəfə nə çıxsın? Ağ.
Ağ 3, 5'də 3 vuraq. İkinci dəfə ağ çıxsın. Üçüncü dəfə qırmızı kürə çıxsın. O da bərabər 125'də 18. O da bərabər 0'dan 1000'də %44. Doğru cavab olur 36 C variantı. Nömrə 37-ci sual. Basketbol komandasının oyunda qalib gəlmə ehtimalı 3'dəkidir. Aha. Bu komandanın növbəti 5 oyunda 5 oyundan 3'ündə qalib gəlmə ehtimalı nə qədərdir? Mən bunu Bernoulli Bernoulli sınağı ilə keçirmək istəyirəm. Bax 5 oyunun 3'ündə qalib gəlsin, düzdür? Kombinezon 5'də 3. Əgər qalib gəlmə ehtimalı P 3'dəkidirsə, uduzma ehtimalı 3'də 1 olacaq. Yazaram ki, 3'də 2'nin üstündə 2 vuraq, 3'də 1'in üstündə 3. Hesablayaq. Amma yox, məndə 5 oyundan 3'ündə qalib gəlsin. Onda olacaq üstü 3, 3. 3'də 1'in üstü 2. O zaman 5'ten 3'e hesablayalım. 5 faktorial, 3 faktorial, 2 faktorial. 20 harsı oldu? Neçə? 10 vurulsun. 27'də 8 vurulsun. 9'da 1. O da bərabərdir. 80 bölünsün. 243. Doğru cavab olur. 37 A variantı. Bax, möhtəşəm ehtimal sualıydı bu. Nömrə 38. Aha. 38. Qutda 2 qırmızı, 3 ağ kürə var. Qutdan bir kürə təsadüfən götürülür və yenidən qutuya qaytarılır. Bu sınaq 3 dəfə təkrar aparılır. Çıxarılan kürədən ikisinin ağ olması ehtimalını tapın. Mütləq ikisi ağ olsun. Bu zaman cəm 5 dənə kürə var. İkisi ağ olsun. Deməli, biri amma maraqlı deyil. Qırmızı ola bilər, ağ ola bilər. Ya da ki, biri qırmızı olsun. İkisi ağ olarsa, o zaman biri ağ olsun. Biri qırmızı olsun. Üzürlü sayın. 2 ağ, 1 qırmızı. Binom ilə getmək istəyirəm bu məsələni. Binom düsturla getmək istəyirəm. Kombinezon N-dən K, P-nin üstü K vuraq, Q-nin üstü M-K düsturu ilə. Deməli, bizə nə deyil? M bərabər 3'dür, K bərabər 2'dir. İkisi, deməli, çünki belə deyək də, çıxarılma ehtimalı. Bir dəqiqə baxın. P-nin çıxma ehtimalı neçədir? Axı bizdə 5 dənə kürədən 3 ağdır, 5'də 3. 5'də 3, yəni 0.6. Onda Q bərabər olur mu? 1 minus 0.6 bərabər 0.4. O zaman P 2 üçün hesablasam. Kombinezon 3'dən 2 vurulsun. 0.6'nın üstündə 2 vurulsun. 0.4'ün üstü 3 minus 2. Yəni 1. Bunu hesablamalıyam. O da bərabər 0.1000'də 432 doğru cavab olur. Ən rahatı mənə, nə bilim, bu Bernoulli sınaqlardır. 38 doğru cavab oldu. C variantı. Davam edək növbəti 39-cu sual. Qutda 4 ağ, 2 yaşıl kürəcik var. Onlardan 3 təsadüfən çıxarılır. Baxın, cəmi neçə kürəcik var? 6 dənə kürəcik var. 3'ü çıxarıldı. Kombinezon 6'dan 3. Ən az ikisi ağ olsun. Ən az ikisi ağ nə deməkdir? Yəni 4 dənə ağdan 2 ağ çıxar. Bir dənə 2 dənə yaşıldan 1 yaşıl çıxar. Və yaxud da 4 dənə kürəcikdən 3'ü də ağ olsun. Ən az ikisi ağ bu deməkdir. Hesablama aparsaq, ehtimalını soruşur bizdən. Doğru cavabımız olacaq 0.8. Bax belə. Doğru cavab olacaq C variantı. Sual nömrə 40. Nömrə 40. Atçının bir atəş hədəf vurma ehtimalı P bərabər 0.8'dir. 4 atəşdən. Onda vurmama ehtimalı neçə olur? 0.2. 4 atəşdən ikisində hədəf vurma ehtimalı tapın. Deməli, yenə bunu Bernoulli ilə gedərəm. Yazarım ki, kombinezon 4'ten ikisini vursun. 0.8'in üstü 2 vurulsun. 0.2'nin üstü 2. O da bərabərdir. 0. Deməli, 10.000'də 1536. Doğru cavab olur A variantı. Görürsünüz, Bernoulli sınaqları bizim nə qədər çox köməyimizə gəlir. 41-ci sual. Dostuna zəng etmək istəyən Mustafa nömrənin son 2 rəqəmini unutmuşdur. Və deyir ki, bu rəqəmlərin müxtəlif olduğunu bilərək onun ilk dəfə təsadüfi yığdığı nömrənin düzgün olması ehtimalını tapın. 10 dənə rəqəm varsa 10 vuraq 9'da 1. O da bərabər 90'da 1 olmuş olar. Doğru cavab olur 41 C variantı. Nömrə 42. Y bərabərdir 2 sinus 2x funksiyasının amplitudunu və dövrünü tapın. Deməli, bunun amplitudu qarşısındakı rəqəm kimi baxsam 2, 2'dir. Amplitud 2'dir. Yəni B bərabər 2. Dövrüdə 2 pi bölünsün modul K olduğuna görə K'nın yerinə 2 yazsam 2'lər getdi. Bərabər pi. Doğru cavab olur 42 A variantı. 43. Və nə deyir? Çevrə üzərində 10 nöqtə qeyd olunmuşdur. Təpələr bu nöqtə yerləşir. Necə 3 bucaq qurmaq olar? Kombinezon 10'dan 3. 3 bucaq qurmaq üçün bizə 3 nöqtə lazımdır. 10 faktorial bölünsün. 10'dan 3 çıxsam 7 faktorial vuraq 3 faktorial. 8 vuraq 9 vuraq 10. 2 vurulsun 3. Bu da qaldı 4, 3 bərabərdir 120. Doğru cavab olur 43. Hansı variant? D variantı.
44-cü suala baxaq. Sual nömrə 44. Qutda 30 sayda qara, x sayda ağ kürə var. Cəmi deyir bir kürənin ağ olması. 30 plus x cəmi kürə var. Ağ nə qədərdir? X saydadır, bərabərdir 5-də 2. Çarpazlasam 60 bərabərdir 3 qız, x də bərabərdir 20. Doğru cavab olur. X-i tapın D variantı. Nömrə 45. Müstəvinin kəsin AB parçasının deyir bizdə. Ucları 16 və 4 cm müstəvidən məsafədədir. 45-ci sual. Bura olsun 16, bura olsun 4. Parçanın M orta nöqtəsinin koordinatlarını tapın. Deməli, bunun orta nöqtənin məsafəsini soruşur. Məsafəni tapmaq üçün 16 minus 4 bölü 2. 12 yarısı 6. Doğru cavab olur. Hazır düsturdur. E variantı. Sual nömrə 46. Üçocağın kiçik tərəfinin kosinusunu tapın deyir. Baxın 4, 5, 6. Kiçik bucağın kosinusu ya da saxlayın ki böyük tərəf qarşısında kosinus olduğuna görə mən bunu böyük tərəf kimi götürərəm. Alfa yazsam. Alfa bərabərdir. 6-nın kvadratı 36 bərabər kosinuslar teorimlə gedirəm. 16 üstə gələk 25 minus 2 vuraq, 4 vuraq, 5 vurulsun kosinus alfa. Buradan kosinus alfanı hesablasam. Mən məsələnin şərtini səhv oxumuşam. Kiçik bucağının kosinusu deyil. Kiçik bucaq, kiçik tərəf qarşısında oluraq alfa. 16 bərabərdir. 36 üstə gələk 25 minus 2 vurulsun, 6 vurulsun, 5 vurulsun kosinus alfa. 36 üstə 25 gəlsəm, deməli 61. 61-dən 16 çıxsam 45. 45 bərabər 2 vurulsun, 6 vurulsun, 5 vurulsun kosinus alfa. 5-ə bölsəm 9, 3-ə bölsəm alfa da bərabər 3 bölək 4 kosinus alfa. Doğru cavab olur 46A variantı. Nömrə 47-yə baxaq. 47-ci sualda görək nə deyir? M parametri hansı qiymətinin təlinin köklərinin kvadratları cəmi ən kiçik olar? X1 üstə gələ x2 nəyə bərabərdir? Mənfi 2 minus m-ə. Köklər hasil nəyə bərabərdir? M minus 3-ə. X1-in kvadratı plus x2-nin kvadratı. Kvadratlar fərqini ayıraram. Minus 2x1, x2 bərabərdir. Köklər cəmi. Mənfi 2 minus m-in kvadratı minus 2 vurulsun m minus 3. O da bərabər 4 plus 4m plus m'in kvadratı minus 2 plus 6. O da bərabər m kvadratı plus 2m plus 10. Yeni tam kvadratı ayırsam m plus 1'in kvadratı plus 9. M'in hansı qiymətində? Məndən soruşur ki, m'in hansı qiymətində? Baxın görüm, heç bir səhvim yoxdur ki, x1 plus x2 nəyə bərabər? Mənfi 2 minus m-ə. x1 x2 nəyə bərabər? M minus 3-ə. x1'in kvadratı tamamilə doğrudur. Mənfi 4, üstə gələk 4m plus m'in kvadratı müsbət 4. Bəli. Minus 2m plus 6. Plus 2m olur. 6 olmaz. Bunun cavablarında problem var. M'in hansı qiymətində deyil. M bərabər düstur belədir da. Mənfi b bölünsün 2a. Mənfi 2 bölünsün 2 bərabər. Yenə də mənfi 1. Yəqin ki, burada mənfi 3 kimi cavab götürülüb. Amma bunu düzəldəcəm, mənfi 1 olmalıdır. 48-ci sual. Sual nömrə 48. Rəqəmləri istifadə etməklə neçə 3 rəqəmli ədəd yazmaq olar? 1, 2, 3. Vurma prinsipi. 0 ilə başlayan ədəd yoxdur. 4 dənə də əlimdə seçim haqqı var. 4, 3. Amma rəqəmlər təkrar demir də. 1, 2, 3, 4, 5, 5. O da bərabərdir. Çünki burada rəqəm təkrar sözü yoxdur. 100 ədəd. Doğru cavab olur. A variantı. 49-cu sual. Tetraedrin tam səthinin sahəsini tapın. Ölçüləri verilmiş tetraedrin. Bir tetraedr nədir? Bax, bir sual burada məni çox maraqlandırır. Bunu mən dərslikdən götürmüşəm. Tetraedr bütün üzvləri bərabər tərəfli üçbucaqlardan təşkil olunmuşdur. Düzdür. Amma burada 5, 5, 6, 5, 5, 8 bu şəkildə verib. Tam səthin sahəsini soruşur bizdən, həm də hətta. Ona görə mən bu sualı həqiqətən saxlayıram. Bu sualı dəqiqləşdirim, sonra izahına baxarım ki, görüm bu dəqiq sual bu şəkildədir, yoxsa yox. Və ən nəhayət sonuncu 50-ci sualımıza baxaq. Ədəd sislə də A1 üstə gələk A2 üstə gələk A3 bərabər 30. Olduğu məlumdur. Bizə nə soruşur? A1'in kvadratı plus A2'in kvadratı bərabər 116. Bunu atsam A1 üstə gələk A1 plus D plus A1 plus 2D bərabər 30. 3 A1 plus 3D bərabərdir 30. A1 plus D bərabərdir 10 almış oluram.
Bu mənə nəyi verir? A2-ni verir. A2 bərabər 10. A1-in kvadratı üstə gəlir. A2-nin kvadratı 100 bərabər 116-dırsa, A1-in kvadratı bərabər 16, A1 bərabərdir 4. Düzdür? A5 həddi 10-ca tam 5-ci həddi. O tam bölünürsə, indi baxaq. Bu da -4 ola bilər. Yəni A1 bərabər -4. Baxaq. Silsilə fərqi. Əgər birinci mən A1-i müsbət 4 kimi götürsəm, silsilə fərqi 6-dır. A5-ci həddi tapsam, A1 plus 4-dir. 4 üstə gəlir 6 dəfə 4, 24 bərabər 28. 28 olunca bölünmür. 4 ola bilməz deyə yəqin ki biz -4-ü götürək. Doğru cavab olur B variantı. Baxın, A1 bərabər -4-ünü hesablayıram. Silsilə fərqi 14-ə bərabər olur. O da bərabər 52. 52 10-ca bölünür. Deməli, A1-i tapın, A1 doğru cavab olur. -4. Buradan bu tərəfi kurikulum sualları da var. Nəzərinizə çatdırırım ki, kurikulum suallı və həm də vaxt var. Görürsünüzmü? Mən, məsəl üçün, 120 dəqiqə, neçə dəqiqə? 150 dəqiqə. 150 dəqiqənin 1 saat 9 dəqiqəsinin 1 saat 9 dəqiqəm qalıb. Yoxsa 120 dəqiqə? 120 dəqiqə, hə. Mənim hələ 1 saat 9 dəqiqəm qalıb. Yəni heç 1 saat olmadı ki, yəni 40 dəqiqəyə bu sualları həll etdim. Belə qoşulmaq istəyənlər açıqlamadakı WhatsApp nömrəmə yazaraq mənimlə əlaqə saxlaya bilərlər. Deməli, həftədə 4 sınaq, 1-ci, 3-cü, 5-ci və bazar günləri sınaqlar göndərirəm və sınaqların izahlarını qrupa göndərirəm. Qoşula bilərsiniz. Diqqətinizə görə sağ olun.